Salam dostlar, bugün sizə artıq neçə gündür söz verdiyim videonu çəkməyə qərarına gəldim. Fəaliyyət növünün dəyişdirilməsi ilə bağlı hansı əməliyyatları nələr etməliyik? İlk öncə də etaxit.gov.az portalına daxil oluruq, sonra giriş düyməsini basırıq. Giriş düyməsini basdıqdan sonra ASAN imza nömrəni buraya qeyd edirik, istifadəçi ID-ni daxil edirik, sonra bölmə olaraq onlayn kargüzarlıq və elektron vergi hesab fakturanı seçirik. Daxil ol düyməsini basırıq və sizə telefonunuza PIN 1 gəlir və o PIN 1-ni daxil etdikdən sonra siz portala giriş eləyirsiniz. Gözləyirik. Artıq onlayn kargüzarlıq bölməsi açıldı və ilk növbədə siz nəyi etməlisiniz? Təmsil etdiyiniz subyekti seçməlisiniz. Vətəndaş yox, hüquqi şəxs olaraq, əgər hüquqi şəxs olaraq siz fəaliyyət göstərirsinizsə, hüquqi şəxsi seçirsiniz. Əgər fiziki şəxs olaraq fəaliyyət göstərirsinizsə, fiziki şəxsi seçirsiniz. Təmsil etdiyiniz subyekti seçdikdən sonra siz onlayn kargüzarlıqda yeni müraciət düyməsini sıxırsınız. Yeni müraciət düyməsini sıxdıqdan sonra kimi olaraq X Sadiyyət Nazirliyi yanında Dövlət Vergi Xidmətinə seçirsiniz. Müraciətin növü ərizə, sənədin növü isə siz seçirsiniz. Hüquqi şəxslərin məlumat dəyişikliyi ərizəsi. Qəbul düyməsini basırıq və bundan sonra artıq gəlir ki, hüquqi şəxslərin məlumat dəyişikliyi barədə ərizə. Burada vergi orqanı qeyd olunub, vergi ödəyicisinin adı qeyd olunub, vergi ödəyicisinin bölünü və arayışı təqdim edən şəxs barəsində məlumatlar, soyadı, adı, atasının adı. Deməli, artıq burada fəaliyyət məlumatlarında sizin fəaliyyət göstərdiyiniz kodlar qeyd olunub. Əgər siz fəaliyyət növünüzü dəyişdirmək istəyirsinizsə, yaxud əlavə etmək istəyirsinizsə, siz əlavə et düyməsini seçirsiniz və burada artıq digər fəaliyyət növünün kodunu əlavə edirsiniz. Misal üçün 47 740. İxtisaslaşdırılmış mağazalarda fəaliyyət göstərilməsi ilə bağlı koddur, fəaliyyət növüdür. Burada artıq siz özünüz öz istəyinizə əsasən seçə bilərsiniz. Bu sizin əsas fəaliyyət növünüzdür, yoxsa əlavə fəaliyyət növünüzdür. Qeyd etmək istəyirəm ki, sizin bir dənə əsas fəaliyyət növünüz ola bilər, digərləri isə ona uyğun olaraq əlavə fəaliyyət növü kimi qeyd olunur. Bundan sonra irəli düyməsini sıxdıqdan sonra avtomatik olaraq sizin arayışınız, ərizəniz təqdim etmiş olur. Bu belə sizə uğurlar. İnşallah sizə bu video faydalı olar. Mənimlə aşağıda postun altında fikirlərinizi bildirərsiniz. Buyurun, sağ olun. Görəsən necə alındı?